Ümumiyyətlə, Trumpın hakimiyyətə gəlişindən sonra, yəni ABŞ prezidenti olmasından sonra köhnə dünyada baş verən proseslərdə müəyyən dəyişikliklər yarandı. Hərbi siyasi formatda olan bu dəyişiklikləri biz belə qiymətləndirə bilərik. Deyək ki, dünənə qədər, yəni Trump hakimiyyətə gələnə qədər, bir həftə 10 gün bundan əvvələ qədər biz əgər deyirdiksə, Rusiya şərq düşərgəsi və qərb düşərgəsi, yəni qərb ümumilikdə, indi isə bunu biz daha aydın, daha açıq şəkildə ifadə etmək məcburiyyətində qalırıq. Bir tərəfdə Rusiya, Çin, İran şərq düşərgəsi, digər tərəfdə Amerika Birləşmiş Ştatlarının Avropadakı maraqları, yəni Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı. Açıq demək lazımdır ki, bu günə qədər Avropa ölkələri heç zaman bu qədər vahid siyasi və hərbi siyasi mövqedən çıxış etməmişdir. Yəni, birləşdirib əslində Rusiya-Ukrayna müharibəsi və Birləşmiş Ştatlar Prezidenti Donald Trumpın Ukraynaya qarşı mövqeyi onları. Əslində, burada məsələyə iki istiqamətlə baxmaq olar. Amerika Birləşmiş Ştatları və Rusiya 2-ci Dünya müharibəsindən sonra Avropanı böldülər. SSR-nin, daha doğrusu SSR-i dağıldıqdan sonra Amerika Birləşmiş Ştatları Avropada mövqeyini gücləndirməyə başladı və Avropa ölkələrinin yeni hərbi formatını formalaşdırdı. Yəni, NATO üzvlərinin sayını artırdı. Ümumiyyətlə, Avropa orduları 2-ci Dünya müharibəsindən sonra məhz Amerika Birləşmiş Ştatlarının formatında, onların təhriki ilə, onların iştirakı ilə silah-sursat standartları əsasında formalaşdırılıb, yaradılıb. Hazırki vəziyyətdə isə artıq Avropa İttifaqı fərdi şəkildə özü bir monolit, bir vahid bir qüvvə olaraq meydana çıxıb və bu meydana çıxma əslində Rusiyaya nə qədər xeyirdirsə, Amerikaya bir o qədər zərərlidir. Çünki hər şeyi olduğu kimi demək lazımdır. Sinara xanım, bilirsiniz, bəzi məqamlar, bəzən demokratiya pərdəsi bu kimi məsələlərin üstünü örtür. Məsələn, biz açıq şəkildə deməliyik ki, Almaniya Amerika işğalı altındadır. Mən bunu açıq şəkildə deyirəm. Çünki minlərlə şəxsi heyəti olan hərbi birləşməsi yerləşir. Eyni formada biz İtaliya haqqında da danışa bilərik, Rumıniyanı da deyə bilərik. Amerika Birləşmiş Ştatları 2-ci Dünya müharibəsindən sonra Avropada öz ordu birləşmələrinin sayını artıraraq, faktiki olaraq Avropanın əsas ölkələrini öz nəzarətində saxladı. Bunun başqa adı isə işğal altında saxladı. Bu gün isə artıq Avropa İttifaqı bu Amerika təsirindən, Amerika gücündən çıxaraq, Trumpın siyasətini əsas götürərək Rusiya ilə münasibətlərini özü tənzimləməyə çalışır. Məhz Ukrayna siyasətinin başqa bir formada Avropa tərəfindən dəstəklənməsi də bundan irəli gəlir. Hesab edirəm ki, Avropa İttifaqının Ukrayna siyasətində anti-Amerika mövqeyi nümayiş etdirməsi də məhz vahid mövqeydən nümayiş etməsindən, irəliyə gəlməsindəndir və unutmaq lazım deyir ki, bir neçə il əvvəl Fransa prezidenti Macron, bunun ardınca isə bir müddət bundan əvvəl Münxen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Zelenski, daha sonra isə yenə Fransa prezidenti Macron vahid Avropa ordusunun yaradılması ilə bağlı çıxış etdilər. Ancaq bu uzun çəkən prosesdir, Ramil bəy, və Birləşmiş Ştatların uzun illər ərzində fəaliyyətinə də güvənib. Digər tərəfdən Birləşmiş Ştatlar prezidenti ilə yanaşı Vance'in də bəzi açıqlamaları var idi. Böyük Britaniya buna reaksiya verdi. Ardınca Fransanın münasibəti var idi ki, biz Əfqanistanda onlarla birlikdə döyüşmüşük. Yəni bir növ Donald Trump deməyə çalışır ki, bugün Avropa İttifaqının heç ordusu yoxdur və hansısa bir ordunun göndərilməsindən danışırlar. Daha sonra düzdür, bu təksib olundu ki, biz Böyük Britaniyanı nəzərdə tutmamışıq, onlara təşəkkür edirik, amma bütün hallarda bugün Böyük Britaniya və Fransanın biz Ukraynaya qoşun göndərə bilərik deməsi Birləşmiş Ştatlarda bir mənalı qarşılamayıb, hesab edirlər ki, onların nə qoşunu var ki, göndərəcəklər. Bəli, tamamilə doğru deyir Amerika Birləşmiş Ştatlarının rəhbər şəxsləri, amma bu gündür.
sabah başqa bir vəziyyət yarana bilər ki, Avropa İttifaqı da o istiqamətdə müəyyən addımlarını atır. Məsələ burasındadır ki, bir neçə gün bundan əvvəl Fransa prezidenti Avropanın vahid təhlükəsizliyinin təmin olunmasında Fransanın nüvə başlıqları ilə iştirakını da açıqladı. Ya qonşu ölkələrə ölkədən daha çox dəstək gəlir. Bəli, bütün Avropa ölkələrinə mesaj göndərdi, ismarış göndərdi ki, mən öz nüvə silahımı sizin təhlükəsizliyiniz üçün də istifadə edə bilərəm. Söhbət Rusiya qarşısında, Rusiyanın nüvə təhdidi qarşısında mən sizin təhlükəsizliyinizi təmin edə bilərəm. Məsələ burasındadır ki, əgər müttəfiqlərdən biri digər müttəfiqlərə, məsələn, Amerika Birləşmiş Ştatları Avropa ilə danışıqlarda, münasibətlərdə vəziyyəti gərginləşdirirsə, NATO-nun saxlanması prosesində iştirakını zəiflədirsə, NATO-nun üzvü kimi Avropa təhlükəsizliyi prosesində iştirak etmək istəmirsə, Avropa ölkələrinə siz özünüz bu problemlərlə məşğul olun deyirsə, əlbəttə ki, belə olan təqdirdə artıq Avropa yeni güc, yeni qüvvə olaraq meydana çıxmaq məcburiyyətindədir. Unutmaq lazım deyil ki, Avropanın texnologiyası, Almaniya, İtaliya, Fransa texnologiyalarının genişləndirilməsi, inkişaf etdirilməsi sayəsində məhz bu gün Amerika böyük texnologiyalara, hərbi texnologiyalara sahib olub. Bu baxımdan adını çəkdiyim bu ölkələr Almaniya, Fransa, İtaliya və Böyük Britaniyanın sadəcə burada mövqeyi biraz fərqlidir. Adını çəkdiyim ilk bu üç ölkənin vahid mövqeydən iştirak etmə, vahid mövqeydən çıxış etməsi və Avropanın təhlükəsizlik prosesində iştirak etməsi əlbəttə ki, yeni Avropa ordusunun yaranmasına, vahid Avropa ordusunun yaranmasına gətirib çıxara bilər ki, məhz onlar da Ukraynanın təhlükəsizlik prosesində iştirak edə bilərlər. Mən rəqəmlərlə danışmaq istəyirəm bəzi məqamları. Buyurun, təqdim edin. Bugün Avropa ölkələrinin, Qərbi Avropa ölkələrinin hərbi büdcələri ümumi büdcənin 5-7%-dən yuxarı qalxmır, ortalama. Bu da təbii ki, bu müdafiə hərbi büdcələrin məbləğinin çox olmamasına gətirib çıxardır. Nəzərə alaq ki, məsələn, Almaniyanın özünün dövlət büdcəsi bir neçə, yəni imkanları bir neçə trilyon dollardan artıqdır, evrodan artıqdır. Əgər o hərbi büdcəsini, deyək ki, 20%-dən yuxarıya qaldırarsa, onun hərbi büdcəsi hansı səviyyəyə qalxa bilər? Bu baxımdan mən biraz sadə dillə danışmağa çalışıram ki, tamaşaçılar məni anlaya bilsinlər. Bəli, yəni Qərbi Avropa ölkələri öz hərbi büdcələrini 20-30%-ə qədər, 20%-ə qədər qaldırsalar, artıq Avropa İttifaqının hərbi büdcəsi 1 trilyon dollardan, evrodan artıq ola bilər. Bu da təbii ki, Rusiya qarşısında mövqeləri gücləndirmək, hərbi imkanları artırmağa gətirib çıxarda bilər. Yəni, əslində, Trumpın dediyi qədər də vəziyyət çətin deyil. Məsələn, Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi 1 trilyon dollara yaxındır. Həmin büdcəni Avropada təmin edə bilsə, artıq Amerikaya ehtiyacları olmayacaq. Yeri gəlmişkən, həm də Birləşmiş Ştatlar hazırda Kanadanın qarşısına alıb və Justin Trudeau-la demək olar ki, söz atışması gedir. Tariflər də tətbiq olunub və deyib ki, əgər Kanadada tətbiq etmək istəsə, o zaman biz yenə də yeni tariflər tətbiq eləyəcəyik. Bu müstəvidə isə Justin Trudeau-nun bir açıqlaması var. Deyir ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump əslində Rusiya ilə mübarizə aparsın, öz müttəfiqləri ilə yox. Hazırda Avropa İttifaqının da əsas narazılığı ondan ibarətdir ki, sanki Donald Trump, hətta bir Fransa nəşrində də onunla bağlı Moskva yönümlü siyasətçi kimi şərhlər təqdim olunub. Və Avropa İttifaqı da deyir ki, niyə müttəfiqlərinə qarşı çıxır Donald Trump, amma Rusiyaya qarşı çıxmalıdır. Donald Trumpın niyə Rusiyaya yox, Avropa İttifaqına qarşı çıxması ilə bağlı da müxtəlif versiyalar irəli sürülür. Amma o zaman Rusiyanın da əli qolu açılmazmı, əgər sadə dillə desək? Əslində Avropa ilə münasibətlərdə, Rusiya-Avropa münasibətlərində son illər ərzində, daha doğrusu 2-ci Dünya müharibəsindən sonra dərin problemlər mövcud deyildi. Bu dərin problemləri yaradan əsas qüvvə
Vaşinqton olub, rəsmi Vaşinqton olub. Soyuq müharibənin formalaşmasına gətirib çıxaran addımlar atıb və s. Bir-bir bunları sadalamaq istəmirəm. Sonraki mərhələdə isə 91-ci ildən sonra isə SSR dağıldıqdan sonra isə NATO ölkələrinin sayını artırıb, yəni şərqə doğru hərəkət etməyə başlayır. Biz elə sarı ərazini işarə eləmişik, NATO-ya üzv olan ölkələrdir. NATO burada dayanmışdı. NATO buradaydı. Bura isə SSR dağıldıqdan sonra, bir də bu Türkiyə ilə Yunanistan NATO üzvüdür. Bura SSR dağıldıqdan sonra bu ölkələr neytral bir hərbi siyasi format olaraq öz fəaliyyətini davam etdirə bilərdi. Hər iki tərəfdən normal münasibətlər saxlaya bilərdi. Amma NATO, yəni Amerika Birləşmiş Ştatlarının birbaşa iştirakı ilə Şimali Atlantika bloku inkişaf etməyə başladı. Yəni üzvlərinin sayını artırmağa başladı. Üzvlərin sayı isə necə artdı? Məsələn, Bolqaristana küllü miqdarda dəstək, maliyyə dəstəyi vəd edildi. Hərbi strukturun yenidən formalaşdırılması vəd edildi. Amma yeri gəlmişkən deyim ki, F-16 təyyarələri hələ də Bolqaristana verilməyib. Yəni, təqdimat keçirilib, amma verilməyib. Və bu minvalla, bu formada Şərqi Avropa ölkələri NATO-ya üzv oldu və Rusiya ilə sərhəd bölgə. Növbəti addımı isə Ukrayna oldu, Gürcüstan və Ukrayna oldu. Gürcüstanla bağlı vəziyyəti bilirik. Ukrayna ilə bağlı vəziyyət isə hələ də davam edir. Hətta Belarusla bağlı da cəhdlər var. Və bu müharibədən sonra biz Finlandiyanın da NATO üzvü olmasa. Mən sizə əmin eləyirəm, Trumpın hakimiyyətə gəlişi, ümumiyyətlə Ukrayna müharibəsi Avropa-Rusiya münasibətlərini, Avropanın dünyaya baxışını tamamilə dəyişəcək. Dünyanın uzun illər, bir neçə əsr dünyaya hökmranlıq edən Avropa ölkələri hər biri ayrı-ayrılıqda və dünyanın müasir texnologiyasının münövrəsini formalaşdıran Avropa ölkələri bugün Vaşinqtondan keçmiş miqrantların sözlərini gözləməklə məşğullar. Yəni onların əmr və tapşırıqlarını gözləməklə məşğullar. Hesab eləyirəm ki, Avropa İttifaqı özündə güc tapacaq. Artıq bununla bağlı müəyyən addımlar da var. London görüşü də bunun ilkin mərhələsi hesab etmək olar, London görüşünü. Və Rusiya ilə Ukrayna məsələsində ortaq məxrəcə gələcəklər və Avropada Amerika təsirini azaldacaqlar. Avropada nə qədər Amerika təsiri çox olacaqsa, daim Rusiya ilə gərginlik yaşayacaq, daim Rusiya ilə münasibətlər zəminində ciddi problem yaranacaq. Mən bir məqamda deyim sizə, həm Rusiyada, həm Avropada, xüsusən Fransada və Almaniyada böyük Rus diasporası mövcuddur. Yəni, həm Romanovlar, Vladimirovlar, Usupovlar, yəni zadəgan Rus ailələri çar dövründə böyük əksəriyyəti Fransaya və Almaniyaya köç ediblər və hətta demək olar ki, Almanlar və Rusların müəyyən qədər qohumluq əlaqələri var. Yəni, bunlar bir-biri ilə müharibə etsələr də ortaq məxrəcə gəlmək imkanları var və sözləri var. Amma okeanın o tərəfindən öz maraqlarını burada tətbiq etmək və son nəticədə demokratiya yaradacam adı altında müəyyən addımlar atmaq hər halda Avropada daimi gərginliyin qalmasına gətirib çıxaracaq. Hesab edirəm ki, Avropa İttifaqı özündə siyasi iradə tapacaq, hərbi imkanlarını yenidən səfərbər edəcək və s. Yəni, belə deyək, Almanlar tank, zirehli texnika istehsal edəndə taktik raket sistemləri FAO-1, FAO-2 istehsal edəndə Amerikalılar hələ belə deyək, müəyyən maşınları yeni istehsal edirlər. O texnologiya onlarda yox idi. Bu baxımdan hesab edirəm ki, müəyyən dəyişikliklər olacaq. Ramil bəy, biz bu xəritə üzərindən danışdıq, amma istəyərdim ki, xüsusi Ukraynanın xəritəsini də təqdim edək, onun üzərindən də sizin şərhlərinizi alaq. Çünki Ukrayna bölüşdürüləcək, Ukrayna əraziləri təqdim olunacaq deyilir və indiki məqamda Rusiyanın da biraz ürəklənməsi, Birləşmiş Ştatların yumuşaq ritorikası vəziyyəti dəyişə bilər tezi üzərindən insanları və yaxud da ekspertləri çıxış etməyə vadar edir. Bu mənzərə hazırda gəlinən nöqtədir. Bu mənzərənin sonraki mərhələdə, yəni Donald Trumpın açıqlamalarından sonra hansı nöqtəyə gələcəyini görəcəyik böyük ehtimalla? Onsuz da Moskva, yəni Rusiya, Trumpın bu
Trumpa qədər, yəni seçki kampaniyası dövründə, Amerika Birləşmiş Ştatlarında seçki kampaniyası dövründə, həm də seçki kampaniyasından sonra, yəni Trump artıq andiçmə mərasimindən sonra Ukrayna ərazisində mövqelərini gücləndirməklə məşğuldur. Yəni vəziyyətdən istifadə edə bildi. Ardınca isə Ukraynaya Amerikanın hərbi texniki yardımının zəifləməsi, hətta dayandırılması ilə bağlı xəbərlər yayılıb. Bundan sonra bu gördüyünüz istiqamətlərdə cəbhə xətti boyu Rusiya silahlı qüvvələri sürətli hərbi əməliyyatlar həyata keçirirlər. Təbii ki, Ukrayna ordusu da əks həmlə, əks hücum əməliyyatları həyata keçirərək mövqelərini saxlamağa və yaxud da taktiki məntəqələrə nəzarət etməyə çalışır. Amma nəzərə alsaq ki, ötən il ərzində, 2024-cü il ərzində Rusiya Ukraynanın çox mühüm strateji məntəqələrini, deyək ki, Zaporojye vilayətinin 80%-ni, faktiki olaraq Zaporojye şəhərinə çox az bir məsafə qalıb. Donetski vilayətinin 70%-dən artıq bir hissəsini tuta bilib, işğal edə bilib. Və həmçinin Kursk əməliyyatını yaratmaqla, yəni mən açığı deyim ki, bu hələ də bunu təbii bir proses hesab etmirəm, bu süni prosesdir. Kursk əməliyyatını yaratmaqla Sum vilayətinə, bunu çox doğru qeyd etmişsiniz, Sum vilayətinə soxulmağı, daxil olması ilə öz cəbhə xətti boyunca vəziyyəti gərginləşdirməklə məşğuldur. Həmçinin dərinlikdə yerləşən strateji və mühüm obyektlərin raketlərlə dağıdılması, məhv edilməsi kimi əməliyyatlar da həyata keçirilir. Ümumiyyətlə, bu gördüyünüz ərazilərin, yəni Rusiya tərəfindən 2022-ci ildən bu günə qədər ələ keçirilən ərazilərin geri qaytarılması məsələsi ümumiyyətlə müzakirə mövzusu deyil. Heç bir ərazinin geri qaytarılmasını mı nəzərdə tutursunuz? Danışıqlarda Lavrovun... Yəni, atəşkəs olacağı təqdirdə Rusiya harada dayanıbsa, orada da dayanacaqmı? Yəni, bir qarış torpaq belə güzəştə gedilməyəcək mi? Rusiya Xarici İşlər Naziri Lavrovun açıqlamalarında, Rusiya Prezidentinin köməkçisi Uşakovun açıqlamalarında, Rusiya Prezidenti Vladimir Putinin açıqlamalarının heç birində ələ keçirilən bu ərazilərin, tutulan bu ərazilərin geri qaytarılması, ümumiyyətlə bu ərazilərin müzakirə mövzusu olmasına dair bir fikir yoxdur və ABŞ prezidenti Trumpın ki, hansı ki əməliyyatları dayandırmaq istəyir, ABŞ prezidenti Trumpın çıxışlarında da, açıqlamalarında da ələ keçirilən ərazilərin Ukraynaya geri qaytarılması ilə bağlı fikirlər yoxdur. Onun ancaq açıqlamasında bir məqam var. Zelenski, Ukrayna prezidenti Zelenski mövqeyini dəyişməlidir, güzəştə getməlidir ki, mən Putinlə razılaşa bilim. Ramil bəy, məsələ indi proseslərin dayandırılmasından gedir, yoxsa Ukraynadan müəyyən güzəştlər də istəyirlər? Yəni, əraziləri əgər Rusiya tərəfi güzəştə getməyəcəksə, daha doğrusu işğal etdiyi ərazilərdən çıxmayacaqsa, Zelenskinin də ən son açıqlaması bundan ibarətdir ki, biz bir qarış torpağımızı belə güzəştə getməyəcəyik, o zaman sadəcə müvəqqəti dondurulma mı olacaq? Nə baş verəcək? Əgər Rusiya atəşkəs sazişini imzalamağa razılıq verərsə, bəli, bu münaqişə dondurulmuş münaqişə olacaq. Yəni, atəşkəs imzalanacaq. Amma Zelenski Trumpın şərtləri və tələbləri ilə razılaşacaqsa, onda artıq müharibə, daha doğrusu razılaşacaqsa, bu ərazilər Rusiyaya qalacaq. Bütünlükdə. Bütünlüklə. Çünki Rusiyanın tələbi bir dəfəlik müqavilə, saziş imzalamaqdır. Bir dəfəlik saziş imzalanır. Ukrayna öz üzərinə öhdəlik götürür ki, bu ərazilərə iddialı deyil. Həmçinin neytral ölkə olacağına dair, yəni NATO üzvü olmayacaq və s. olacağına dair bir öhdəlik götürür. Yəni, vəziyyət bu qədər gərgindir. Burada Zelenski ən çətin vəziyyətdə Ukrayna rəhbərliyidir, Vladimir Zelenskidir.
Çünki Zelenski bu qədər 3 illik müharibədən sonra əgər Rusiyanın və Putinin və Trampın özünün razılaşdığı formada sənədi imza atacaqsa, o Ukrayna tarixində, Ukraynalıların yaddaşında başqa bir formada qalacaq.